Bəli. Hal-hazırdakı ukladkamız yüngül hərəkətli ukladkadır. İç-dış qarışıq. Diana xanım, xoş gəlibsiz, səfalar gətiribsiz. Suallarınız falan varsa, buyurun. Saçımı istisnamıyordunuz ama axırda soyuq suya keçdiniz. Niyə? Niyə elə elədim? Çünki saç diblərində yağ bezələri var və isti su ilə yuduqda biz masaj falan da etdik sizin saçınıza. Orada yağlanma prosesi getməsin deyə mən soyuq su ilə onu dayandırdım ki, saçınız daha gec yağlansın. Bunu bilmirdim. Saç bezələrinə görə. Можете разговаривать свободно. О чем хотите? Dostoyev. Ha? Bilmirəm nədən danışır. Elə tək sualım o idi. Hələ sual yoxdur. Boya niye elətdirmirsiniz Diana xanım? Öz rəngimi sevirəm. Biraz kölgələr arttırın da, daha maraqlı olsun. Nə bilmək. Amma öz saçımın rəngi də deyilənə görə belə fərqli rəngdir də. Yəni nə tam qaradır, nə də ki belə açıq. Yox, qara deyil, qəhvəyi tondadır. Bunu deyirlər temna kaşdanlı. Bəli? Temna Temna kaşdanlı. kaşdanda. 5 nömrə falandır. Yaxşıdır, biraz yüngülvari gölgə falan olsa daha yaxşı olar. Amma ağ yoxdursa eləməməkdən mən xüsusilə naturallığınızı qoruyun, saxlayın. Sonuç olaraq bəlli bir yaşdan sonra artıq naturallıq da elə bir şey qalmır. Dəyişəcəm amma indi istəmirəm. Bizim ikinci filialımız açılır. Bilmirəm, bilirsiniz yoxsa yox. Harda? Port Bakulovka. İndi eşitdim. Ola bilsin ki, bir daha 2 səfərdə biz orada olarıq. Sastavın bir qismi ora keçir. Super. Və sizi orada görmək bizi şad eləyərdi. Nə vaxt açılır? Açılır. Yəni az qalıb, təmir işləri bitib. Təmir işləri bitdiyinə görə də çox az bir vaxt sonra, hardasa ayın 20-sindən sonra mənim artıq keçmiş olarıq biz ora. Port Bakuda dedirsən? Aha, Port Bakulu. Ha. Sizdə ingilis dili də var elə? Nə var? İngilis dili. Var. Hardan bildin? Ləhcədən. Magistr ingilis sektoru idi. Amma belə normal danışırsınız da ingilis dilində yaxşı. Bu da, yəni Rus dilindəki kimi var yoxsa yox? Türk kimi deyildi. Amma yəni danışıram. Hə. Normal, sərbəst danışıram. Mən də öyrənmək istəyirəm ingilis dilini. Çünki həm işimizdən bağlı, həm də seminara getmək istəyirəm xaricə, Miami'yə. Ona görə ingilis dili mənə lazımdır. Amma istəyirəm də. İngilis dili elə çətin deyil yəni. Bəli? Rus dilindən asandır, çətin deyil. İngilis dili. Ya elədir, prosto biraz oxumaq lazımdır da. Oxumaqla da Oxumaqdan əlavə orada bir dənə texnikalar var. Onu tutandan sonra danışırsınız. hansı texnikalardır ki, onlardan biri deyim bilə. O bir dənə Dmitri Petrov adında bir şey var. Dmitri Petrov. Aha. Poliglotdu. Tamam. Onun səhifəsi var Instagramda. Tamam. 10-cu sinifdə oxuyanda onun baxmışdım mən videoroliklərinə. Onun öz texnikası var. 16 dərsə ingilis dilini, yəni danışmaq belə. 16 dərsə. Yəni bir ki dilin açılmaya başlayır da onun metodikası ilə. Hə. Maraqlıdır. Yəni YouTube-da var onun ayrı-ayrıca videoları. Mən ondan sonra dilim açıldı. Yəni danışmağa. Elə olsa yaxşıdır da, öyrənərəm yəni. Ən azından ki, çox belə... Yəni tövsiyə eləyərəm. Bəli? Tövsiyə eləyərəm onu.
Çünki o Səhv- mən kömək elədi. Sonra kursa gedəndə mənə təəccübləndilər ki, sən niyə A2-dəsən? Sən normal danışırsan da. Səhifəsi falan var yoxsa Var. YouTube-dan baxmalıyam mən ona? Да, YouTube-da просто yazırsınız Dmitri Petrov, Dmitri Sladrov Petrov. по-английски. O çıxacaq sonra. O elədir ki, deyir, günə 5-10 dəqiqə sərf eləsəz, o hər gün. Kifayət eləyər o? Yəni beş hər on gün dəqiqə. amma. Hə. Çünki o deyir ki, məsələn, biri var sən 20 söz bilirsən, amma onun fundamentini qurursan. Amma biri var ki, sən 3 söz bilirsən, amma onları birləşdirə bilmirsən, cümlə qura bilmirsən. Yəni Bilmirəm. Bəlkə də bu videoya müəllimlərimiz haqqında baxacaq. Çox peşmanam ki, oxumamışam. neçə yaşınız var? 30. Məncə gec deyil. Gec deyil təbii ki. 50 yaşında universitetə girənlər var. Bəli, bəli. Heç vaxt heç nə gec deyil. Oxumaq lazımdır. Dediyim kimi yəni biraz vaxt ayırmaq lazımdır, diqqət ayırmaq lazımdır. Özdə mənim götürümüm yaxşıdır. Bu il düşəcəm olsun. İstəsəz Instagramımı verərəm sizə, abunə olarsınız. Maraqlı kontentlər falan çəkirik. Baxarsınız. Mən görmüşüm sizin instavınızı deyəsən. Elə. Hə. Mənə dedilər ki, sizdə boş yer var. Sizə yazından sonra baxdım, gördüm instavınızı. Hə. Bax belə. Canım zəhmət olmasa, biraz da qabağa. Mən tərəfə qabağa. Ağac qabağa. Ha. İstəyə ver onu. Kofe ilə aranız necədir? Eşitmədim. Kofe. Normal. Tamam. Suyumuz gecikdi. Ona görə sizə bir dənə qəşəng orta şəkər türk qəhvəsi. Biraz qabağa, tam qabağa. Tam. Dediniz uşaq kofeni. Yox. Tələsirsiniz. Yo, mən su istirdim ona görə. Bəli. Su istirdim mən. Su. Yanında su da deyəcəm. Amma yox, kofe istəmirəm deyirsinizsə, o ayrı məsələ. Hə, сейчас нет. Bəli? İndi yox. Tamam. İstəyə ver Hüseyin onu. Tamam. Tam qabağa, tam qabağa. Ay, sağ ol. Budur. İstəyə ver. Əlim dəyir. Hə.
Tutarmadı. 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 Soyuğu vur. Atın qabağa baş satınızı. Atın hamısını qabağa. Evet, sağ ol. Sprey ver. Hərəkət elətdirin. Hərəkət, hərəkət. Evet, sağ ol. Hərəkət. Все, atın arkaya. Al. Yaxınlaşdır. Tam arkaya atın. Tamam, onu oraya koyacağım. Ben onu arkaya atın.